Bilirəm, hər biriniz yaxşısınız. Sizi kanalımda xoş gördüm. Bugün sizinlə nəhayət ki, Temu alışverişimdə düşməyə qərar verdim. Temu sifarişləri ritual formasını alıb. Bilirsiniz ki, hər kəs buradan nələrsə ay içərisində sifariş etməyə, yəni özünə borc bilir. Onlardan biri də mənəm. Təşəkkür edirəm. Bəlkə sifarişlərim heç birini mən vurmamışam, mən etməmişəm. Yoldaşım edib və mənə də sürprizdir. Ona görə də bu həyəcan və sürprizimi sizlə bölüşmək üçün dedim ki, sizə bir yerdə açım və maraqlı hissələrində bir yerdə qərar verək. Belə başlayaq. Deməli, ilk məhsulumuz budur. Bu gördüyünüz kimi belə qabıdır. Paper box gedir. Onu deyirəm, ingilis dilində adları düz deyirəm. Buradakı mətbəxdən bıçağımı götürüb gəlmişəm hazır. İndi bunu açaq. Görək necə bir şeydir. İçərisində bir dənə halqası vardı. Salfetkaları ayrıca satılır. Həm belə çox estetikdir. Salfet qabına bənzətməz bəlkə də. Bilirsiniz ki, mən yeni kirayə mənzil keçmişik. Yəni mən deyərkən ümumi ailəcə. Ona görə də kirayə mənzildə mənə lazım ola biləcək əsas vasitələrdən biri belə organizerdir. İndi mən bunları qəşəngdən açdım. Qəşəngləri da atavara sonra götürərəm. Mən daha çox istəyirdim almaq. Sırf çəkilişlərimiz üçün çox vacib bir məhsuldur. Baxın, belə idi, belə çıxdı yəni qutudan. İndi mən bunu açmışam, amma yenə də sizə göstərmək istəyirəm. Bunu telefonunuza çəkiliş zamanı çox mükəmməl istifadə edə bilərsiniz. Ümumilikdə məlumat verin bu nədir? Lock screen gedir adı, gördüyünüz kimi. Telefonunuzun arxasından yapışdırırsınız və ekran yansıtma gedir. Bizdə tam olaraq nədir bilmirəm. Yəni harca screen mirror getməlidir ingiliscəsində. Səhv etmirəmsə, deyirəm səhv etmirəm. Bunun yanında USB-si və s. var. Bu həm Androidlərə, həm də iPhone-lara gedir. Və siz burada olan gördüyünüz kimi QR kodunu, hər nəysə QR kodunu oxudursunuz telefonunuza. İçərisində istifadə qaydaları var, oxuya bilərsiniz. Düzdür, biraz baş qarışdırıcıdır. Ancaq oxumaq olar. Belə ən sevdiyim rəngdə parçadan İçərisindən belə bir şey çıxır. Düzdür, mən bunu istifadə etmədim. Çünki telefonun arxasında maqnit var idi və maqnitə bu asanlıqla yapışdı, qeyd edici. Ancaq buna da yapışdıra bilərsiniz, əgər maqnitiniz yoxdursa. Daha sonra belə bir məhsulumuz var. Deməli, bu nədir? Bəli, bu nədəsə birdən-birə belə açıldı. Oğlum üçün demişdim ki, oyuncaq qabı lazımdır. Həyat yoldaşım bunu da Temudan alıb sağ olsun. Belə bir oyuncaq qabıdır, lakin yəni başa düşə bilmədim qızlar. Sizə bu necə istifadə olunur? Hə, içi açılır. Baxın qızlar, belə bir şey oldu. Bu niyə belə oldu? Belə bir şey oldu. Hə. Mən də deyirəm, bəlkə fərqli bir şey, fərqli bir havada deyə. Normal belə səbət içməlidir də, yəni qızlar, belə içini doldurursunuz oyuncaqlarla. Yəni evimiz doludur oyuncaqlarla. Ona görə də, yəni bu məhsul tam yerinə düşdü. Qızlar, belə bir şey vurucu. Ümumiyyətlə qızlar, biz hər ay oradan nəysə vururuq. Yəni bu baxmayaraq ki, kimin istəyidir. Bu nədir? Bunlar deyəsən, bəli, o VC təmizləmək üçün belə bir şeylərdir. Qızlar, bunun buralarını bəyənmədim, indidən deyim. Çünki yazığı bunun içinə bir təhər qoyublar və buraları, baxın, buraları yazığım gedibdir. Ya yaxşı satılmayıblar, ya nədir? Buralar da hətta əzilibdir. Bunu çox da yaxşı bəyənmədim. Bu da yəni, fırsatı da yəni uzun deyil də. Nəysə, bu da belə. Stress nədir? Mən də indi elə sevmirəm ki, elə bir şey mənə sağlıqdır. Mən yəni maksimum məişət əşyalar alacaq, kosmetik almayacaq. Həm də qızlar onu deyim ki, kosmetikanın ümumiyyətlə Temudan vurmağı heç vurmamışam və düd edirəm ki, oradan hər hansısa bir kosmetik vasitə alım. Düşündüyüm şey olmasın. Özü açılır. İndi ortaya edəcəm, sən ola bari sən partlama. Qızlar, bunu atanda gördünüz də. Yəni partladı da, bildiğin partladı. Boşdur və
İçində nə var görək. Bu nədir? Oy da kutunun içindən çıxan şeyə bax. Bundan başım çıxmadı axı. Bu nədir belə? Bu nəyə oxşuyur? İçindən də belə yapışdırmalı bir şey çıxıb. Belə bir uşaq paltarıdır. Əlimin qanını biraz bulaşdırmış oldu. Bunu açmaq istəmirəm. Düşünürəm ki, qonaqlıq üçün onu nəzərdə tutubdur. Çünki qız paltardır. Baxanda bilinir. Pəmbişlər də sanki tutqaca oxşuyur. Ancaq açaq deyirsiniz. Belə çiçəkli tutqazlardır. Mətbəxdə istifadə etmək üçün 4 rəng çeşidi ilə. Qəşəngdirlər. Ümumiyyətlə, mən mətbəxdə işləməyi sevirəm. Sanki belə mətbəx bir terapiya kimi gəlir mənə. Bu da belə bir oyuncaqdır. Bunu da hələ ki açmıram. Qızlar, belə bir şeydir. Belə tam olaraq başa düşmədim mən. İndi biraz beynimin təxəyyülündən istifadə edib uydurmağa çalışacağam. Hə, bu şey oxşuyur. Yapışqanlar da var. Belə üst-üstə yığmaq üçün, bəsrum otağı üçün də, yəni vanna otağı üçün belə bunları yığmaq olar. Belə bir şey, bu təbii qabına oxşuyur. Qızlar, bunu çox bəyənmədim. Deyin niyə? Bunun belə yaxşı görünüşü var. Gördüyünüz kimi. Amma mən oradan görmədiyiniz bir şeylər vardı. Burada biraz üstü falan gedibdi. Yəni rəngi gedibdi biraz. Bəzi yerlərində gedibdi. Düz tam getməyibdi, bəzi yerlərində gedibdi. Ümumiyyətlə, görək bu nədir? Qızlar, bu belə bir şeydir. Mən bilmədim bu nədir. Hər nəysə. Yəni, buram insanla atmayanda belə olacaq da. Yəni, gözünə gözünə. Aha, ondan biri də çıxdı. Bu mənə bir şey xatırladır. Amma nəysə, maşının sanki şüşələrini o təmizləyənlər var belə-belə. Ona oxşamır. Deyəsən, o da öz içindən çıxdı deyə fikrimiz dəqiqləşdi. Daha sonra belə bir şey. Nədir belə? Yapışdırıcı falan deyir. Nəyə yapışdırır bu? Ay Allah, sağ qurbanım. Windshield Crank Repair Kit. Hə, bu bərpa edici yapışqan kimi bir şeydir, amma nəyi bərpa edə bilmədim. Şüşəm bərpa etdiyini deyir, yəni iddia eləyib dəqiqlədim. Nəsə, bunu da şəkilini yerləşdirəcəm sizin üçün. Əsas şeylər. Kim mənim çəkişlərim üçün. Bunu o qədər arzulurdum, o qədər gözləyirdim ki, yəni, inana bilmərsiniz də. Bu buralarda satışını da, yəni başda satışını bilmirəm, haradasa vardı, yoxdur, var, olmaz. Yəni heç araşdırmamışam, amma heç qabağıma çıxmamışdı. İçərisindən belə bir tutqac çıxır. Tutqac deyirlər, yəni. Onu düz dedim. Hə, belə paltar şiplikasına oxşuyur. Daha sonra, bu ümumiyyətlə nədir? Bunu sizə bir deyim. Niyə mən bundan yana ölürəm? Məsələn də, hər hansısa bir məhsul çəkilişi edirik və onu istənilən qədər yaxınlaşdırır, istənilən qədər uzaqlaşdırır. Yəni, bunlar, belə deyək də, gözlüklərdir. Görək, bu necə açılır. Hə, açıldı. Baxın, belə. Bunu telefonunuzun kamerasına üzərinə yerləşdirirsiniz. Bax, məhz bununla. Ancaq mən indi bunun zədələnməsin deyə lensləri bunu belə bağlayıram, qoyuram yerinə. Lazım olsa əgər üzərində makro və mikro ölçülər qeyd olunub, elə şəkildə özünüzə uyğun düzəldirsiniz, qoyursunuz da. Yəni, bu mənim canımdır da. Bunun içində ən dəyəri bu oldu mənim üçün. Telefon orada da yaxınlaşdırma olur da, yəni. Ancaq fikir verirsinizsə, telefonda yaxınlaşdırma olanda keyfiyyət itir. Bu məhsul keyfiyyəti itirmədən yaxınlaşdırır. Yəni, möhtəşəm bir şeydir. Məhsul çəkilişlərimi izləyin, kanalıma abunə olun. Yaxın zamanda bunlardan istifadə edərək bomba çəkilişlər edəcəm sizin üçün. Bu deyəsən o. Bu taplar. Rənk. Portrə bir şəklə oxşuyur bu sanki. Belə bir şey çıxdı qızlar. Bu da sanki şey. Maşın oturacağına qoyulan parçadır, nədir bu? Bununla şəklini sizin üçün birləşdirəcəm. Ola bilər ki, mən indi belə seçəndə nəysə görmək istəyim. Qızlar. Yollahım, bu nə? Hə, bu da maşın üçün orqanayzer oxşuyur. Belə. Özümü göstərə bilmədim. Əsas olan odur ki, faydalı ola bildim. Qeyd etmək istəyirəm ki, videoda heç bir reklam yoxdur. Yəni, özümün aldığı, yəni gördüyünüzdə özüm ev şəraitində açıram. Yəni, bəyəndim, bəyənmədim və s.
fikirlərimi sizinlə bölüşmək üçün elə biraz sıradan çəkdiyim bir videodur. Ona görə də gönül rahatlığı ilə deyə bilərsiniz ki, mənə nəyi bəyəndiniz, nəyi bəyənmədiniz və mən paylaşdığım sizlə heç bir link, həqiqətən heç bir reklam qarşılığı, heç bir məbləğ qarşılığında deyil. Ona görə də ümid edirəm səmimiyyətimə inanırsınız. Mən də sizin səmimiyyətinizə inanıram. Mənə dəstək olmağınızı ümid edirəm. Yenə heç olmazsa sevdiyiniz insana dəstək olmaq ən gözəli olardı. Çalışaq, bir-birimizi sevək. Xüsusən də biz qadınlar bir-birimizə dəstək olaq. Sanki belə içindəkiləri birdən-birə demək wow effekti yarandı məndə. Nə bilim, içimdən keçdi və söyləmək istədim. Sağ olun, görüşərik gələn videolarda. Görüşmək ümidi ilə, sevgi ilə, işıqla, xoşbəxtliklə qalasınız. Və ən əsası videomu bəyənməyi, əgər fikriniz varsa, xahiş edirəm, videoma şərh yazmağı da unutmayın. Nəsə maraqlı bir, hər hansısa bir nüans qeyd etmək istəsəniz, mən bütün təkliflərinizə, iraflarınıza açığam. Heyecanlandım. Yəni, mən sadəcə demək istəyirəm ki, gənclərə dəstək olaq, içində də mənə dəstək olun. Görüşmək ümidi ilə, belə deyim ki, səhifəm, kanalım yenidir deyə maksimum dəstəklərinizi gözləyirəm. Hər birinizin, nə deyirəm, səmimiyyətinə inanıram. Deyirəm ki, videomu bəyəndiniz. İnsanlara güvənməyi seçin, sevməyi seçin, huzuru, sevgini seçin. Gülə-gülə, görüşərik.